Unutulan veya unutturulan Əli mövzusu. Əli bizim təbii ki, görkəmli şairimizdir, bizim Göyçayın. İstəyirəm biraz Əli də toxunaq. Əli demək, doğum tarixi çox sükutla keçdi və heç kimin də yadına o dövrdə də, o dövrdə düşmədi. Heç kimin. Bəli. Və içimdə haradasa bir ağrı qopdu. Ədəbi zövqümün formalaşması Əli yaradıcılıq dövrünə düşüb. Təəssüf ki, mən Əli görüşə bilməmişəm. 69-cu ildə dünyasını dəyişdi. Mənim onda 15 yaşım var idi və böyük arzularım var idi ki, orta məktəb bitirəcəm, ali məktəbə gələcəm, Əli tanış olacam. Onu mən şeirlərini oxuyurdum və çox təəssüf ki, mən heç onun dəfnində də ola bilmədim. Çünki onda Göyçayda dördüm. 9-cu sınıfı qurtarmışdım. Bir neçə gün sonra iyunun əvvəllərində mən daim qonaq gəlmişdi, məni götürdü, apardı. Bir də avqustun axırında gəldim və gələndə atam dedi ki, bəs Əli dünyası dəyişib. Onda stadion orada dördü, sonradan stadion... Boş ərazi idi onda. Boş ərazi idi, dedi, dağın dibində orada dəfn olunub və elə səhərsi günü kətdən gəldim bir-iki yoldaşla, öz taytuşlarımızla. Düzdür, onlar elə poeziyanı sevən adamlar dördü, amma ümumiyyətlə dostluq elədiyimiz uşaqlıq dostlarımızda. Gəldik, getdik, gördük ki, hər tərəf kol-kos, biraz təmizləyiblər ərazini. Tənha bir qəbir bu. Tənha bir qəbirdir. O özdə tut ağacından, gər ağacından bir ağac yonub qoyublar. Üstündə də Əli və demək, balaca şeylər bastırıblar. O üzüm plantasiyalarındakı beton dirək kimlər var. Ondan da məftillə ətrafında demək ki, çəkiblər də məftillə və sonradan Allah rəhmət eləsin, böyük Rəsulullah həmin bax o ərazinin parka çevrilməsi, Əli adını verilməsi, Mədəniyyət Nazirliyində qeydiyyatda keçməsi, Mədəniyyət və İstirahət Parkı kimi və o bizim uşaqlığımız özdə bir haradasa 60-cı illərin 65-66-dan sonra dünyasını dəyişdi. 75-80-ci illər ərəfəsində bu arada bir 15 il bir coşqun bir Əli sevdalı gənclər yetişmişdi. Bizim mənim tələbəlik dövrüm 70-ci illərə düşüb, 70-75-ci illər arası. 2 adam, 3 adam, fərqi yoxdur, hamısı ali məktəbdə oxusun. İstəyir tibb institutunda oxusun, istəyir deyək ki, digər başqa texniki institutlarda 2-3 adam bir yerə düşən kimi söhbət Əli başlayır. Və hətta Əli görə, mən Göyçaylı olduğuma görə, Əli həm yerlisi olduğuma görə məxsus hörmətlə yanaşırdılar ki, Əli yerlisidir. Elə bir sevgi var idi Əli və zaman keçdi. Bilirsiniz, ədəbiyyat çox lilləndi. Təsadüfi adamlar özünü zorla ədəbiyyata tərcüm elədilər, zorla və bilirsiniz, nədən irəli gəldi? Artıq əvvəlki tələblər olmadı. Bayaqdan nəşriyyata gedirdin və hansısa qəzet redaksiyalarına bir yazın çıxanda adam sevindiyindən, hətta rayon qəzetlərində fərqi yoxdur. Əgər bir şeirin çıxırdısa, o qədər böyük tələbkarlıqla yanaşırdılar. Adam özünü xoşbəxt sayırdı. Mənim yadıma gəlir ki, demək, Yeni Həyat qəzetisi çıxırdı Göyçayda. Saat gecə 12-də mətbəədə artıq qəzet çıxırdı, növbəti günün qəzeti. Biz redaksiyanın həyətində idi mətbəə. Yeni Həyat qəzetini o sonra, bilirsiniz də, o Məmməd Sadıq bəy Ağabəyzadənin evi olub da, sonra indi oranı da elədilər. Hətta onu, demək ki, indi oranı söktülər də o binanı, Yeni Həyat qəzetisi redaksiyası orada idi.
gözləyirdik ki, saat 12-də, 12 olsun ki, qəzet növbəti günündə axı. Elə bir səhərindir. Gelirdi mətbəyə, hələ rəngi qurumamış. Biz oradan qəzeti götürürdük ki, Əlkərim Poeziya Klubunun üzvlərinin şeirləri gedib orada. Yəni, çox böyük qonşu, deyək ki, İsmaillidə Musa Yaqub qəzet redaktoru idi. Şeirimiz orada gedəndə, Ucarın yeni sözündə girir. Nə qədər sevinirdi ki, Göyçaydan kənara çıxmışıq və yaxud da belə. Qəzetin mahiyyətinin əhəmiyyətli olduğu dövr deyək. Bəli, eyni zamanda da kitab, hər adamın kitabı çıxmır. Sonra da mətbəələr, nəşriyyatlar, kim nə istəyir, yazır. Yəni, ədəbiyyata dəxli olmayan maklaturadır da onlar. Və özü hayf o kağızlara ki, o kağızlara israf olunur. Bəli, israf. Və artıq tamamilə başqa bir şey. Və mən 2004-2006-cı ildə mən Göyçay qəzetinin direktoru, redaktoru olanda yanıma cavan uşaqlar gəlirdi, şeir gətirirdi. Baxırdım şeir dördə, soruşurdum kimi oxuyursan. Allah, elə adlar çəkirdi, nə bilim, falan, yəni onların ədəbiyyata aidiyyət olmayan adamlar idi. Və soruşurdum ki, Əlkərim oxumusan, baxırdılar. Soruşurdum ki, Ramiz Rövşəni, Vaqif Cəbrayılzadəni, onda Vaqif bayatlı getmirdi, Vaqif Cəbrayılzadəni. Deyirdim, Musa Yaqub oxuyursunuz, Məmməd Arazı oxuyursunuz, deyək ki, Musa Ələkbərini oxuyursunuz, Ələkbər Salahzadəni və s. Fikrət Qozanı oxuyursunuz. Baxırdım, görür, Fikrət Sadıqı və adam... Onda niyə gəlmirsən ədəbiyyata? Və bunlar niyə ədəbiyyata gəliblər? Adım, Əlkərimdən sevdiyiniz şeirlərdən nəsə deyə bilərsiniz? Niyə demirəm ki, Əlkərimdən deyim də, bəzən haqq qazanır insan öləndə, hətta unudulur ağır günahı, hamıya dərd olur vaxtsız getməyi, olduqca az görüb, az yaşamağı. Deyirlər, bilsəydi ayıq olardıq, onu qoyardıq məhş gözdən iraq, hər bir dərdinə də çarə qılardıq, nə bilək o belə az yaşayacaq. Bu gün nə qədər xəyala daldım, qəlbim nə qədər alışdı, dindi, sən mənim qədrimi biləsən deyə bu cavan yaşımda ölümmü indi. Demək, Əlkərimin indi ayrı-ayrı şeirlərindən ayrı-ayrı misralar deyəcəm. O şeirləri mən əzbər bilirəm, yəni vaxtın çox getməməsi üçün. Əlkərimin elə bir şeiri yoxdur ki, orada bir kəşf, poetik kəşf olmasın. Analar ağlar şeiri. Sapunqarada, Sapundağda demək, qardaşlıq məzarlığı var və hər il qələbə günündə analar gəlirlər və digər başqa gündə gəlirlər qardaşlıq məzarlığına. Bilirlər ki, bu ərazidə onların övladları həlak olub. Və konkret öz övladların məzarı bilməsələr belə və orada gör necə mənalıdır. Anam, Sapunqaraya analar gəlib ağlar. Göz yaşında islanar, bayatılar ağlar. Bu demir, o dəsmalı, yaylığı, bayatı ağı deyir də. Özə orada o Azərbaycanlı anadan söhbət gedir, Türk anasına. Çünki bayatı ağı deməklə o başqa millətin nümayəndəsidir. Düzdür, bütün millətlərdən gəlirlər. Amma göz yaşında islanar, bayatlar ağlar. Bayatın ağını, göz yaşını isladan Azərbaycanlıdır, kolorit var da. Və yaxud da ki, demək, onun o son misraları var. Demək, oğullarına dəyən neçə ağır qurşunu ürəyində əridər, gözlərindən axıdar. Anam, Sapunqaraya analar gəlib ağlar. Ananın gözünü axan yaş dör. Oğullarına dəyən güllələrdir. Ana öz ürəyinin odu ilə o qurğuşunu əridib və gözündən yaş kimi axıdır. Və yaxud da ki, 600 ildir bəşər ağrılardan inirlər, 600 ildir bəşər düşünər çatmaz yenə məşəqqətli ölümün Nəsimi zirvəsinə, ölümün Nəsimi zirvəsi. Və yaxud da Füzuli haqqında dünya səni qocaltdı, yaşın olsun deyə. Qoca dünya özünə həmsöhbət tapa bilmirdi. Sən ona görə qocaltdı ki, sən həmyaş olasın, dərdləşməyə, dünya dərdləşməyə bir
adam axtarırdı, həmsöhbət axtardı, səni qocaltdı ki, sən onun yaşda olasan ondan Möhtəşəm misralar. Bəli, möhtəşəm. Və yaxud da o özü hardan gəlir o misra, dünya səni qocaltdı, yaşlı olsun deyə. O Füzuli demək şeirlərində deyir ki, mən səndən deyir yaşlıyam da və dünyaya xitabən Füzuli özünün dünyadan özünü dünya ilə həmyaş sayır. Şeirlərində çox qəribə bir elə bir müdrikliyi var ki, onu deyək Füzuli yazıb 30-40 yaşında, 50 yaşında, amma fikirləşirsən, bu gün yazan adamın ən azı 1000 yaşı olmalıdır. Yəni 40-50 yaşında elə müdrikləşmək olmaz. Dünyanın bütün səfasının, bütün... Yəni Əli-Kərim oradan tutmuşdu Füzulinin, demək, bax o misra oradan gəlmişdi, dünya səni qocaltdı, yaşlın olsun deyə. Və yaxud da ki, mən belə bilsəydim, könlümün dəli, sərsər vaxtında atardım səni. Dəlini aldatmaq çətin ki deyil, deyərdim gəl ataq bu nazənni. İndi yaşada olub bəlkə bir qədər. Ağlı var, aldatmaq onu çətindir. Görünür hər işi başlamaq asan, görünür hər işin sonu çətindir. Məhəbbətlə bir başlanğıc var, amma sonu çətindir. Sevmək asandır. Amma o sevgini yaşatmaq çətindir. Daşımaq gələcəyə. Bəli, bəli, gələcəyə daşımaq çətindir. Və hər şey başlamaq. Onun təbii ki, o Qaytar ana borcunun ən məşhur şeiri oldu. Bütün şeirlərində, məsələn, biz bu yay görüşdük, deməli, yayda görüşmüşdük biz onun bacısı oğlu Vaqif müəllimlə. O qədər, o da çox gözəl təhlil edir, çünki dayısıdır və onun bütün şeirlərini deyir, indi analiz edirəm, görəm bu nələrdən yazıb. Hər bir mövzuya toxunub deyir. Təbiidir, təbiidir.